Salam dəyərli biologiya sevərlər. Belə bir sualımız var. Nəyə görə siam pişiklərinin balaları doğulan zaman ağ rəngdə olur, sonra isə o daha tünd rənglə əvəz olunur? Demək, siam pişiklərinin üzündə, quyruğunda və pəncələrində tünd rəng geni var. Sadəcə olaraq bu genlər daha isti temperaturda aktivləşə bilmirlər. Yəni pişik ana bətnində olan zaman və yeni doğulduğu zaman onun bədən temperaturu 38-39 dərəcə olur və bu pigmentlər, tünd rəng pigmenti aktivləşə bilmir. Ona görə də pişiklər ağ rəng olur. Biz bunu nümunə olaraq biologiya dərsliklərində Himalay dovşanı üzərində də görmüşük. Himalay dovşanının bir hissəsindən, bir nahiyəsindən tükləri təmizləyirlər və ora buz parçası əlavə edirlər, yəni bağlayırlar. Həmin buz parçasını bağladıkdan bir müddət sonra dovşanın həmin nahiyəsində daha tünd rəngli tüklər çıxmağa başlayır. Və yenidən o buz parçasını götürüb orada bir müddət buzsuz saxladıqda həmin nahiyə yenidən ağ tüklərlə əvəz olunur. Bunu isə əziz dostlar, biz modifikasiya dəyişkənliyi vasitəsilə, yəni izah edə bilərik ki, bu modifikasiya dəyişkənliyidir. Modifikasiya dəyişkənliyi qeyri-irsi dəyişkənlik hesab olunur. Yəni genlər dəyişmir, sadəcə olaraq mühitdən, temperaturdan, xarici amillərdən asılı olaraq bizim genlərimiz dəyişmir, amma xarici görünüş dəyişə bilir.